Hər vaxtınız xeyirli olsun dəyərli dostlar. Saray qəsəbəsində Saray postuna yaxın mərkəzi yolun 100-150 metrliyində yerləşən dövlət ipotekasına yararlı daş tikili belə bir həyət ev çəkib göstərirəm. Geniş həyətlərin sahəsi var. Önündə də belə bir ev var. Bu evin həyətlərin sahəsi bu qaydada da bir 3 maşın bu hissəyə daxil ola bilər. Daş tikildi dəyərli dostlar. Saray postuna yaxın evin və torpağın kupçası olan əla bir evdir. Gəlin evin daxilinə sizləri tanış edeyim. Çox səliqəli, sahmanlı bir evdir. Dəhliz sistemi istipoldur dəyərli dostlar. Girişdə sağda yerləşir evin mətbəx sahəsi. Mətbəx ölçüsü çox yaxşıdır. Rahat bir 12 kvadrat var mətbəxin ölçüsü. İstipolun xətləri burada yığılıb. Belə bir mətbəx sahəsi. Daha sonra buradan mən sizə zal hissəni göstərim. Buraya evin zal hissəsi baxın. Deməli, 40-40 fundament üzərinə inşa olunub. Əvvəldən axıracan cüt kubik ümumi mərtəbənin yekunda beton kəmər atılıb. Qazın suyun işığın fasiləsi olduğu, mərkəz kanalizasiyanın fəaliyyət göstərdiyi əla bir ərazidir. Burada belə bir yataq otağı, deməli evdə mətbəx, dəhliz, sanuzel istip oldu. Burada yerləşir evin saniter qovşağı və hamam otağı. Qiyməti 77.000 manatdır. Önündə göstərdiyim o evin qiyməti isə 79.000 manatdır. Saray postundan saraya daxil olduqda evə qədər olan məsafə maksimum 1 kilometr olar dəyərli dostlar. Ondan artıq olmaz. Marşrut yolunun isə 100-150 metrliyindədir. Məktəbi bağçası, yaşayış obyektləri hər biri piyada məsafədədir. Evin və torpağın kupçası var. Qiyməti 77.000-də alıcılara endirim olunacaq. Dövlət ipotekası ayrılmış şəxslər müraciət edə bilər. Nağd satılır, kreditlə satılmır dəyərli dostlar. Sağ olun, hələlik.